Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindəyik və bugün Əvəzəcilər Liqasının 30-cu turunda Neftçi 2, Zirə 2-ni qəbul edir. Neftçidə qapını 96 nömrə Nicat Qaragözlü qoruyacaq. 84 komandanın kapitanı Hüseyin Babayev, 70 İbrahim Novruzov, 74 Kamal Kazımov, 67 Fariz Xeyrullayev, 57 Bahadur Quliyev, 35 Fərid Səfərli, 75 Sənan Ağayev. Qonaqların heyəti ilə də tanış olaq. 99 nömrəli Səlim Həşimov qapını qoruyacaq. 25 komandanın kapitanı Vüsal Əliyev, 71 Məhəmməd Səfərov, 55 Ramin Abdullayev, 93 Yelmar Aşurov, 53 Şahmar Aşurov. Fit səslənir və Neftçi 2, Zirə 2 oyunu başladı. Neftçiyə uğurlar. Hakimin işarəsi gəldi. Sənan Ağayevdən ötürmə cərimə meydançasına, başla zərbə alınmır, uzaqlaşdırırlar topu. Aslandan daha bir ötürmə, Məhəmməd Məmmədli, uzaqlaşdırırlar topu, yerdə daha bir zirə futbolçu var. Məhəmmədin ötürməsi qapı qarşısına, alınmadı, top çıxır meydandan. Əlavə edilmiş ikinci dəqiqədə artıq başa çatır. Fərid Səfərli və Cavid Cəlilov birinci hissənin final fitini səsləndirir. Hörmətli izləyicilər, Neftçi 2, Zirə 2 maçında ikinci hissə başlayır. Oyunda ikinci dəfə Şahmar Aşrovun fərqlənməsinə mane oldu. Nicat əla seyv edir, daha bir zərbə, ancaq bu dəfə bu zərbənin qarşısını kəsmək mümkün olmur. Vüsal Əliyev oyunun 69-cu dəqiqəsində hesabı açır Zirə. Sənan yerə yıxıldı. Oyun davam edir, qayda pozuntusu yoxdur. Vüsal ondan sağ cənaha, indi Şahmar Aşurovdan irəli ötürmə. Zirənin hücumu çox təhlükəli oluna bilər. Ötürmə, Rüffət və oyundan kənar vəziyyət yoxdur. Bir hakim, Rüffət Tahirov oyunda hesabı 2-0 edir 75-ci dəqiqədə. Ramiz ötürmə qapı qarşısına, zərbə indirilir, Şahmar Aşurov da fərqlənir. 3-0 olur hesab. Out olmayacaq, çünki Cavid Cəlilov qarşılaşmanın final fitini səsləndirir.